Ağsu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər Mədəniyyət Evində 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə rəsmi yığıncaq və bayram konserti, Ağsu şəhər Heydər Əliyev Parkında isə yeni il şənliyi keçirilib. Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə müəssisə təşkilatlarının kollektivləri, ümumi təhsil məktəblərinin şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağsu şəhər Mədəniyyət Evində keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayıb, həmçinin 31 dekabr Dünya Azərbaycanı Həmrəylik Günü və Yeni Bayram münasibətilə səmimi ürək sözlərini bölüşüb və bayramlar münasibətilə rayon ictimaiyyətini təbrik edib. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü xalqımızın birlik günüdür. Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 44 günlük şanlı zəfər tarixindən bəhs edən rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib, xalqı bir yumruq kimi birləşdirən ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük qələbə, şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olundu. Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup fəallara Ağsu rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu. Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin, eləcə də şagird kollektivlərinin hazırladıkları rəngarəng konsert proqramı ilə davam etdirilib. Ağsu şəhər Heydər Əliyev Parkında keçirilən yeni il şənliyində fəal iştirakçılarına görə bir qrup məktəblilərə və körpələrə yeni il hədiyyələri təqdim edilib. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.